Rəssam Brian Detmer kitablardakı yazılı mətnləri sənət əsərinə çevirir. O, cərrah bıçağından istifadə edərək kitabın dərin qatlarına inir və səhifələrdə ona lazım olmayan cümlələri, sözləri kəsib çıxararaq əsərin məzmununa toxunmadan mətnə yeni forma verir. Brian Detmerin sənət əsərləri informasiyanın təsəvvür edə bilmədiyimiz dərəcədə çox qatlı olduğunu əyani şəkildə göstərir. Tamaşaçılar Detmerin yaradıcılığı ilə tanış olduqca onun əl işlərindən yan keçə bilmirlər. Müxtəlif sərgi salonlarında öz əsərlərini nümayiş etdirməklə Brian Detmer insanlara məlumatın oxunması və interpretasiyası yollarını anlatmağa çalışır. Bu zaman oxucu yalnız mətni oxumur, o mətni vizual olaraq hiss edir. Kitabın səhifələrini çevirdikcə o, bir sözün necə də fərqli mənalar kəsb etdiyinin şahidi olur. Amerika Birləşmiş Ştatlarının Chicago ştatında yaşayan Brian Detmer müasir incəsənətdə kitab rəssamı kimi tanınır. Fiziki çap vərəqinin itmək təhlükəsi ilə üzləşdiyi bir dövrdə rəssamın əl işləri aktuallığını qorumaqla dünyanın ən böyük kitabxanalarında saxlanılır. Məmməd Məmmədli, Elvin Cəfərov, Xavər Zayirova, Mədəniyyət xəbərləri.